Salam, gəlin bugün belə bir sualın izahına baxaq. Deməli, sualda müəyyən bir ədədi 20% artırıb alınan nəticəni 20% azaltdılar deyilir. Ədəd necə dəyişdi sualını şagirdimə verdim Elə olduğu kimi qalır. və bu cavabı aldım. Eyni şəkildə bir neçə şagird bu şəkildə düşündüyü üçün gəlin birlikdə bu sualın izahına baxaq. Müəyyən bir ədədi 20% artırdıq deyir. Gəlin ədədimizi 100 qəbul edək. 100 ədədini 20% artırsaq, biz 100-ün üzərinə 100-ün 20%-ni gələcəyik. Nəticədə cavab 120 alınacaq. Deməli, alınan ədədimiz 120 oldu. İndi isə bizə deyir ki, alınan nəticəmizi 20% azaldın. Biz nə etməliyik? 120-dən çıxmalıyıq 120-nin 20%-ni. Nəticədə cavab 120 çıxılsın 24, yəni neçə qaldı? 96 qaldı. Əvvəl bizim ədədimiz 100, yəni 100% qəbul olunmuşdu. İndi isə 96-ya düşdü. Nəticə necə dəyişdi? 4% azalmış oldu.